Dostlar, elm elə bir şeydir ki, sahibini həmişə doğru yola yönəldər. Bu sözlər mənim deyil, Nizami Gəncəvinin də, əziz dostlar. Şəxsi inkişaf proqramının bu pilləsi mənim işimin elmi adlanır. Biz artıq bu barədə xatırlatma etmişdik. Siz olun, tövsiyemiz odur ki, mütləq hansı işlə məşğul olmanızdan asılı olmayaraq, həmin işin elmi ilə məşğul olun. Bir daha Nizami Gəncəvi deyir ki, elmsiz insan köksüz ağaca bənzər. Dəqiqləşmə deyim ki, diplomsuz insan demir, elmsiz insan köksüz ağaca bənzər. Siz olun, elmi sevin, öz işinizin elmini öyrənin. Bu mütləq sizi doğru yola və uğura, müvəffəqiyyətə aparacaq. Xoş gördük.